İki ağac almışam. Biri açıq köklü, biri qapalı köklü. Bunların hansı daha yaxşıdır? Hansı tövsiyə olunur? Bu barədə danışmaq istəyirəm. Əgər sizə maraqlıdırsa, kanalı dəyişməyin. Ekrana bir balaca ya da kompüterə, telefona bir balaca yaxın oturun, yaxın tutun, başlayaq. Salam bağbanlar və bağ həvəskarları hər birinizi salamlayıram. Artıq dediyim kimi iki ağac almışam, armud ağacı. Bunun fərqini sizə göstərmək istəyirəm. Biri açıqdır, açıq köklü, torpaqdan çıxardıblar. Belə kök sistemi var. Digəri isə torpaqdan çıxardıblar, kloka sarıblar, torpaq qarışıq verirlər. Təbii ki, bununla onun qiyməti bir-birinə bərabər deyil. Torpaqlı olduğu üçün daha bahalı sayılır. Amma gəlin baxaq, torpaqlı çıxardılanın kökü ilə onun kökü arasındakı fərqə. İndi nə edəcəm? Bunu kəsirəm. O qədər skoç vurublar ki, çıxartma, topu çəkil. Onu burada torpaqdan çıxardıb salıram suyun içinə. Kökünü yumaq istəyirəm. Mənim çox maraqlıdır. Bunu daha çox tövsiyə eləyirlər və arasında fərq var. Hardasa 7 manatdan 25 manata qədər bunları satırlar. Bunlar isə 4 manatdan 10 manata qədər satırlar yerindən asılı olaraq. Açıq köklü və torpaqda olan. Baxaq. Bilmirəm, indi görəcəksiniz ya yox. Bu açıq köklüdür. Hansın ki, torpaqdan çıxardıb mənə verdi. Görürsünüz, yeni kökləri var. Yəni, baxmayaraq ki, payızdır, ağaclar durğunluq dövründədir. Dəfələrcə demişəm, bu vaxtlar ağaclar öz tələbatlarını ödəmək üçün yuxarı hissəsi durğunluq dövründə olsa da kök hissələri formalaşır. Özünüz baxın. Bu açıq köklüydü. Bu isə qapalı köklüydü. Görüm, düşür kameraya. Düşür. Bu isə torpaqlı idi. Xırda-xırda kökləri var, amma onun kimi yeni pöhrələri, yeni kökləri yoxdur. Bir də qaydaq. Açıq köklü torpaqdan çıxartdım. Deməli, yeni gördüyünüz kimi, göstərdiyim kimi yeni kökləri var. Bu isə torpaqdan. Fərqə baxın. Əgər tanıdığınız, bildiyiniz adam deyilsə və yaxud da uzun illər eyni yerdə işləyən bir obyekt deyilsə, onlardan almağınızı tövsiyə eləmirəm. Alın tanıdığınız adamdan. Mən özüm ağac satmıram, dükkanım yoxdur, heç kimi reklam eləmirəm. Tanıdığım adamlar var ki, özüm ondan alıram. Düzdür, hal-hazırda heç bir ağac almıram, heç bir ağac əkmirəm, çünki suyum yoxdur. Bunu da sırf sizə göstərmək üçün almışam. Yəni, alacağınız ağac istər açıq köklü olsun, istər torpağın içində olsun, mütləq şəkildə tanıdığınız adamdan alın. Bildiyiniz adamdan alın, etibarlı adamdan alın, həmişə eyni yerdə olan adamdan alın. Özünüz baxın fərqə. İndi keçək növbəti addıma. Növbəti addım nədir? Elə burada ilə göstərim. Buna ehtiyac yoxdur. Görüm düşəcək kameraya. Fokusu tutaq. Baxın, deməli, cır armuddur,
calaq olunub. Sizin alacağınız ağac mütləq şəkildə calaq olmalıdır. Mütləq şəkildə calaqlı ağac almalısınız. Çünki bunun altı cırdı və hətta ola bilər ki, heç bunun altındakı ağac armud olmaya da bilər. Deməli, birinci fərqi göstərdim. İkinci, ağacın mütləq şəkildə calaq olması. İndi gedək ağacın əkilməsinə. Əkilməsi haqqında sizə bəzi şeylər göstərmək istəyirəm. Davam edək. Həyətimin bu hissəsində orada armud ağacı var deyə növbəti armud ağacını buradan əkmək istəyirəm. Çala qazmışam. Düzdür, bu biraz spontan bir ağac əkmək videosu oldu. Yəni planımda elə bir şey yox idi. Çünki ağac üçün çala həmin gün, həmin saat, həmin an qazılmır. Ağac üçün çala daha öncədən qazılmalıdır. Səbəbi haqqında növbəti videolarımın birində böyük bir mövzu ilə, böyük bir məqalə ilə çalışacağam. Çox tez-tez danışım, bir 5 dəqiqəlik falan eləyim. O barədə danışacağam. Naxçıvanda nə vaxt çala qazılır, Lənkəran zonasında nə vaxt qazılır, dağ ətəyində nə vaxt qazılır, Mərkəzi Aran abşorunda nə vaxt qazılır və niyə çala əvvəlcədən qazılmalıdır. Bu barədə ətraflı məlumat verəcəm. Siz ağac əkmək planlaşdırırsınızsa, çalasını əvvəlcədən qazın, hazırlayın, sonra ağacınızı onun içinə əkərsiniz. Çalamı qazmışam, səhər qazmışam, indi saat 3 radələri falan olar. İçi biraz havalanıb, içi biraz quruyub, içindəki ziyanvericilər qaçıblar. Bəzi göbələk xəstəlikləri, hava düzdür, hələ də çox soyuq deyil, amma nə qədər olmasa da təsir eləyib. İçinə bir balaca dərman da vurmuşdum, göbələk əleyhinə dərman da vurmuşdum və gördüyünüz kimi artıq torpaq, peyin və torf qarışımı olan qarışığı da hazırlamışam. Əslində peyin tərəfdarı deyiləm. Peyin mütləq şəkildə ələkdən keçirilmiş peyin olmalıdır. Kompost eləsəniz daha yaxşı olar. Kompost peyindən də güclüdür. Torf isə ümumiyyətcə torpaq deyil. Torfda heç nə əkilmir. Sadəcə olaraq substraktı hazırladığım torpağı biraz yumşaq eləmək üçün torf da əlavə elədim. Sizin əgər torpağınız gillidirsə, sərtdirsə, qazdığınız çalanı mütləq şəkildə dibinə qum tökün, mütləq şəkildə dibinə çınqıl tökün ki, drenajınız yaxşı olsun. Tökdüyünüz su qalmasın, axsın getsin. Məndə təmiz qumdur deyə ona ehtiyacım yoxdur və çalanı biraz balaca qazmışam. Yenə deyirəm, məqsəd ağac əkmək deyil, məqsəd sizə göstərməkdir. İndi baxaq. Deməli, bu torpaqlı idi, qoyuram qırağa. Bu isə açıq köklü idi. Ağac əkəndə ağacın kök boğazı deyilən bir yeri var. Yəni, torpağın alt hissəsi ilə torpağın üst hissəsi olan birləşmə yeri. Bu ağac da buradadır. Ağacı əkdiyinizdə bu kök boğazını torpağın altına bastırmaq lazım deyil. Və ən vacib şərtlərdən biri, calaq hissəsini də torpağa bastırmaq, bura qədər bastırmaq lazım deyil. Kök boğazını maksimum 1-2 santı bastıra bilərsiniz. Çünki ağac əkdikdən sonra mən onu mütləq şəkildə sulamalıyam. Fəsildən asılı olmayaraq. Sadəcə olaraq şaxtalı havada ağac əkmirsiniz, qarlı havada ağac əkmirsiniz, təbii ki, ağac əkmirsinizsə suda verməyəcəksiniz. Deməli, niyə buradan torpağa qədər bastırmırlar? Niyə calaq hissəsi aşağıda olmalıdır? Torpaqdakı rütubətdən və bu calaq hissəsindən
xarab olub qırıla bilər. Bir badam ağacım elə qırılmışdı. Sonra alt hissəsi cır olduğu üçün daha güclüdür. Pöhrə verər, fikir verməzsiniz, göz görməzsiniz, nəzarətdən qaçırdarsınız. Yeni pöhrə cır olduğu üçün daha güclü olacaq. Fikirləşərsiniz ki, o daha yaxşıdır, qoy o qalsın. Onu saxlayarsınız, bunu kəsərsiniz, ağacınız artıq cır olacaq. İndi hazırladığım torpağı döküm çalama, topu çəkin, hiç imkan vermir. Bu arada bir şey de göstereyim. Deməli, kameranın önüne keçim. Bu torpağın içində belə ağ perlit var. Bilmem görürsünüz. Ağ, bu gördüğünüz ağ, bunlar perlittir. Perlit də vulkan mənşəli bir maddə deyim, yoxsa nə deyim. Bu vulkan mənşəlidir. Bunun məqsədi odur ki, deməli bunlar öz çəkisindən 400 dəfə artıq özlərinə su çəkmə iqtidarına malikdirlər. Yəni torfun içində əgər siz bunu görürsünüzsə, fikir verin. Burada nə qədər perlit var. Torfun içinə bunu ona görə əlavə edirlər ki, torf su saxlamır. Torf çox tez quruyur. Su saxlasın deyə perlit əlavə edirlər onun içinə. Dibə tökürəm torpağımı. Burada dediyim kimi torpaq, piyin və bir balaca torf qarışımı elədim. Orta hissəsini yüksək eləyib buydu. Orta hissəsini yüksək eləyib və bunun üzərinə yenə torpağımı əlavə eləyəcəm. Topi, sən də ağac əkəcəksən. Torpağımızı tökdük, ağacımızı əkdik, kök boğazını buradandır, bilmirəm görsənir ya yox. Kök boğazını çox dərinə bastırmadım. Üstündən yüngülvari trambovka eləyək. Bir də üzərinə torpaq əlavə edeyim. Əlavəmi elədim. Bilmirəm görsənir oradan buradakı perlitlər. Əlavəmi elədim. Bir də yüngülvari trambovka elədim. Nəzərinizə çatdırım. 1. Kök boğazına dərin bastırmadım. 2. Calaq hissəsini torpağın üstünə saldım. Bunu etdikdən sonra mütləq şəkildə su vermək lazımdır. Topu çəkin. Su niyə verilir? Torpaqda qalan boşluqlar, hava boşluqları tamamilə aradan çıxsın. Gözləyə biraz çəkilsin suyu. Və bundan qabaqki videolarda
dediyim kimi ağaca dirək vurmaq lazımdır. Fikir verirsiniz necə sirkələnir. Bunun böyrünə bir dənə belə dirək bastırmayacağam, xeyr. 3 nöqtəli dirək düzəldib ağacı sabitləyəcəm ona. Əgər maraqlıdırsa, niyə dirək 3 nöqtəli olur, bir dənə böyrünə dirək bastırıb ağacı ona bağlamırlar. Dirək nə qədər qalmalıdır? Dirək niyə vurulur, nə vaxt çıxardılır? Bundan qabaqki videoların birində o barədə danışmışam. Girib baxa bilərsiniz. Belə ağacımı əkdim. Sadəcə olaraq spontan olduğu üçün dirəkləri hazırlamamışam. İndi dirəkləri hazırlayıb onları da vuracam, bağlayacam və bununla da deməli açıq sistem yoxsa krokun içində ağac alınmalıdır. Fərqini göstərdim. Bu bir. Çala nə vaxt qazılmalıdır? Bu 2. Sonra kök boğazı haqqında məlumat verdim. 3. Calaq haqqında, calaq yeri haqqında məlumat verdim. 4 və su haqqında məlumat verdim. 5. 6-cı məlumat oldu. Bunun üçün vurulacaq dirək haqqında. Ağac əkməyin top 6 qaydası. Unutmayın ki, siz sadəcə olaraq ağac əkmirsiniz. Siz ağaca bundan sonraki həyatı üçün ev qurursunuz. Bu qədər. Bəyəndinizsə burada bəyən düyməsi var. Bəyən düyməsini basın. Bəyənmədinizsə dislike eləyin. Şərh yaza bilərsiniz. Sonra abunə olmamışsınızsa abunə olun. Maraqlı videolarım hələ var. Bu qədər dostlar.